Yəni kiməsə yalvarıb istədikdə qardaş, ondan sonra Allaha yalvarıb istəmək lazımdır. Əksinə Allahdan istəməyəndə Allah qəzəblənər. Adam var, hamının qapısını döyür, tək Allaha dua eləmir. Elə bir xeyir bəndədədir. Dostum, yoldaşımdır, deyəcəm, verəcək, yazıq gələcək. Xeyr qardaş, vallahi Allah qədər rəhimli ola bilməz. Allah qədər mərhəmətli ola bilməz. Bəndədən nə qədər çox istəyəndə bezir, Allahdan istəsən vallahi bezib usanmaz. Əksinə Allah Taala duada daha çox israrlı olanları sevər. Və sevər ki, qulu israrlı olsun duasında. Həmişə Allahdan istəsin. Bir Allah deyir, duasında israrlı olanları sevər. Niyə? Çünki Allahdan istəyir, bəndədən istəmir. Tövhidi var, ona görə bilir ki, mənə istədikdən verən yalnız Allahdır. Çünki onun mülkün sahibi Allahdır. O kimdən istəyəcəm, onda olanın sahibi Allahdır. Yəni, hamısının sahibi Allahsa, onu mən Allahdan niyə istəməyim ki? Ona görə Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, Allah Taala deyir, qulu ondan istəməyəndə qəzəblənir. Və İbn Qayyim rahimehullah bu hədisdən sonra buyurur ki, bu onu göstərir ki, Allahın razılığı deyir, qulun Allahdan istəməsində və Allaha itaat etməsindədir. Allah o zaman razı qalacaq.